bir əmanət vermişik. Məsələn, bir də Quranda əmanət ayəsi var. Deyir, biz əmanəti göylərə, dağlara, yerə verdik. Fəəbəynə ən yəhmilnəha və əşfəqnə minha. Məsələn, bunlar bu əmanəti daşımaqdan imtina elədilər və qorxdular. Dedi, bu əmanəti biz daşıyanmarıq. Əma və həmələhəl insan. Verdi insan. İnsan daşıdı. İnsan bu dedi, mən daşıyaram. Bu əmanət nədir? Ki, Allah-u Teala buyurur, insana biz əmanət vermiş. Hələ xalqın, insanların bir-birinə əlaqədə əmanəti yox. Kimin əmanəti? Allah'ın. Bu əmanəti neçə növ mən ediblər? Biri budur ki, insanın fitrətidir. Biri budur ki, insanın əqlidir. Bunlar başqa varlıqlarda yoxdur. İnsanın özünün ruhudur. İnsan ruhu başqa varlıqlarda yoxdur. O birisi varlıqlarda belənci bir ruh yoxdur. Bunlar hamısı əmanətdir. İndi mümkündür ayrı təfsirlər də ola, ha. Məsələn, Quran əmanətdir. Amma əsas bu ki, insan öz daxilində ola, bütün insanlara. Çünki Quran məsələn sonra nazil olub da. Amma bu ki, insan əvvəldən, xilqətdən əvvəl ruh ondandır. İnsanın iradəsi, insanın əqli, insanın ruhi, fitrəti, bunlar əmanətlərdir. Biz bunları sağlam qeytərməliyik Allaha. Yəni, necə maşın alırsan, salim qeytərməlisən, ruhu da günahla alud eləməməlisən. Quran ki, bəzi ayələrdə deyir, insan alver elir, ulaikəl-ləzinə iştərəvuz-zəlalətə bil-huda. Bunlar azğınlığı alırlar, hidayəti verirlər. Bu hidayətdən məqsəd o fitrət sağlamlığıdır. İnsan o fitrət paçlığını verir, insan paçdır əvvəldə, günah eləməyib axı. O sağlamlığını verir, bu günahlarla vaxtı qarışır, zəlaləti alır. Ruh zəhərlənir, ruh zəlalətlə dolu olur, ruh günah hissi ilə dolu olur. Elə bir qabı hələ əvvəl taza bazardan almışsan, tazadır. Amma bu gətirəsən, zibillə doldurasan. Deyir, sən ruhu zibillə doldurdun axı. Ulaikəl-ləzinə iştərəvuz-zəlalətə bil-huda. Pəs birinci əmanəti ki, Quran ondan danışır, Quranın özü əmanət ayəsidir. Əslən deyir, insanlar Allah tərəfindən bir əmanətə malikdir, orada ruhlarıdır. Bu ruhlarını zədələməsinlər. Ruhlarını şeytani hissilərindən, günah hissilərindən doldurmasınlar. Bu bir. İkinci əmanət, Quran zərr aləmi, o əhdidir əlbəttə, o da ərz edəyərəm, o ikincidir. İkinci əmanət, bu insanların özlərinin bir-birlə müqavilələrdir. Bir-birlərinə əmanət verirlər, saxlayırlar. Bu iki, o mal, fizik. Üçüncü əmanət, hər böyük öz ihatə dairəsi ona əmanətdir. Yəni mənə, yəni ata-anaya vələd əmanətdir, oğlad əmanətdir. Müəllimə tələbə əmanətdir. Bir müdir, müəssisəsi nə vardı, tələbələrdir, müəllimlərdir, onlar əmanətdir. Bir məsciddə bir alim danışır, bir ruhani danışır, din xadimi danışır, onlar, o adamlar ki otururlar orada, onlar əmanətdir. Vaxtları da əmanətdir, özləri də əmanətdir. Bu üçüncüdür. Pəs bir əmanət Allah'a əmanət oldu. İkincisi insanların bir-birlərinin əlaqədə. Üçüncüsü o insan ki bir öhdəçiliği var. Atadır, anadır, uşaq əmanət. Dördüncü mənəvi bir zatlar da əmanətdə ola bilər. İnsanların sirri, insanların şəxsi həyatları da sən bilsən də əmanətdir. İndi biri sənə ürəyin açıbdır, danışıbdır, dərd edib, onun mənası da sən azadsan da deyəsən. O ayə buyurur, vəl-ləzinə hum lə-əmanatihim. İnsanların əmanətdən özə əmanat. Əmanat cəm formasından bütün əmanətlər, bir sahələ əmanət yox. Və əhdihim rəu. İnsan əhd və peymanına da. Əhd nədir? Əhd budur ki, insan biri ilə əhd bağlayır. Yəni, müqavilə bağlayır. İndi sən, məsələn, bir malı alırsan, müqavilə bağlamısan. Almaq yanı nə?
bir mal aldın. Yəni öhdəvə götürsün ki, o tərəfin malın verəsən. O onundur da. Əhd alver özü bir o öhdəlikdir. Yəni mən bu pulu alıram səndən, bu malı verirəm sənə. Müqavilədir, əhd-i peymandır. Yaxud qərarlaşmısan biri ilə. Eləyənməsən qərarı ayaqlayasan. Əhd-i peymandır, əhdinə riayət edərlər. Bir əhdin də mənası insan özü ilə bəzən əhdi bağlar. Əbu Əli Sinan həyatında var, özü əhdinamə yazardı özünə. Ki mən Allah sən şahid ol, əhd eləyirəm ki, bu işləri görəcəm, bu işləri görməyəcəm, beləcə yaşayacam. Əhd insan bəzən özü ilə də bağlayar, bəzən Allahla da əhdi bağlayar. Allah buyurur, bir dana da əhd əzəldən bağlamışsınız bizdən. Aləm zərdə. O da ələstü bir Rabbukum. Pəs bu əhdlərin hamısını insan riayət edir. Əlbəttə, zərr aləminin mənası nədir? Geniş sahədə. Amma mən burada istəmirəm bunları işarə edeyim. İstəyirəm deyim, əhd özü də nədir? Ətraflı, hər tərəfli bir sahədir ki, deyir, namaz qılan gəh budur. Burada bir dənə mesajı vardı. Yəni, insan vaxtı məscidə gedir, gərək bilə ki, başqa şeylərini də paçlaşdırmalıdır. Kənarı bu ki, Allaha əyilir, ruku eləyir, səcd eləyir, bu işlərdə kənarında düzəlməlidir. Çün Allah adamı bulardı. Musəllini isə çox ayrı modeldə məniləyək, Allah adamı. Deyir, Allah adamı ki, namaz qılır, gərək namazı həmişəli ciddi ola, gərək zəkat verə, yoxsula kömək eləyə, miskinə kömək eləyə, iffətsiz işlərdən uzaq ola, ondan sonra əmanətdar ola, əhd-i peymanda bərqərar ola, həqiqi namaz qılan budur, ciddi. Allah da bu namaza bizi dəvət edir. İndi bir nəfər riayət eləmir, o namazın müşkili deyil ki, o adamın öz müşkilidir ki, riayət eləmir. Sonra buyurur, vəlləzinəhum bi şəhadatihim qaimun. Bunlar şahidlikdə da düz şəhadət verərlər. Bəzən görsən birini alırlar. Necə mal alarlar, bəzən də insan imanın alarlar. Görsən bir zat verir, deyəcək məhkəmədə bir zat danış. Onun danışığı ilə görsən iman gedir hələ bir yazıq bir şəxsi də bədbəxt edir, neçə il görsən yazırlar ki, bu filan günah sahibidir. O yalan şəhadətə görə. Bəzən əksinə görsən şəhadət gedib vermir. Şahidlik durmur. Birinin haqqı bir cürə yıxılanır. Pəs yalan şahid tutmaq düşməkdə, ya şahidlik geçmə. Zinəhum bi şəhadatihim qaim. Sonra davamında deyir ki, əvvəldə də yine namazdan danışdı. Sonra deyir ki, yine namazlarını qoruyarlar hər halda. Vəlləzinəhum ələ səlatihim yuhafizun. Məlumdur, namazın əhəmiyyəti çox-çoxdur. Əsən, əvvəl namazla başlandı, axırda belə sifətlərdə namazla bitirir. Deyir, namazını qoruyarlar, hifz edirlər, namaz əllərindən çıxmaz. Əmirül-Müminin Əsbəl-Ağada vurur ki, başqa əməllərin namazıva tabidir. Yəni, sən namazıvı düzəldə bilsin. O bir əməllər də düzələr. Nəinki təkcə səthi namaz qılasan, yəni nə qədər namazıvı keyfiyyətini, huzuru qəlbini, namazın halında Allahla danışmaq hissi qaldıra bilsin, ayrı əməllər də ona uyğun nə olar? Gələr. Ona görə biz Quranda görürük, namazda dua edirlər, namazda müjdə verirlər. Siz baxsınız, Həzrəti Zəkəriyyaya namazda müjdə verdilər. Yəni namazda öz namaz qılan yerində dua elədi, Allah mənə uşaq ver. Siz Yəhyanı verdilər. Hər halda bunların mənası vardır. Yəni namaz yeri, namaz qılma vaxtı, namaz halında olmaq insanın böyük bir mənəvi uçmağıdır, mənəvi me'racıdır. Buna xatir Allah-u Teala cinət azından qeydir buyurur ki, ələ səlatihim yuhafizun. Deyir, bu ciddi namaz qılanlar olaikə fi cənnatin. Cənnətdə bulardılar. Cənnətdə elə belə qəlbin pak olduğundan olmaz. Cənnətdə bu işlərindən insan girər cənnətə. Özdə mukramun. Cənnət maddi, mukramun
ilə və hörmət haləti ilə. Bu namaz ayələridir ki, Məaric surəsində 19-cu ayədən başlayır ta 35-ci ayədə Allah-u Teala ciddi namaz qılanları ya tərif eləyir, ya da ciddi namaz qılanlara göstəriş verir. Ki belə olmalısınız. Belə olmalısınız. Yəni istəyirsiniz siz həqiqi namaz qılan olsunuz, belə olmalısınız. Yəni ya bu xəbərdir, ya yox inşadır. Bəli, çox gözəl. Allah razı olsun. Qısa fasiləmiz var, davam edəcək.